Balkan yarımadasının qəlbində yerləşən, qədim tarixin izlərini özündə yaşadan bir ölkə. Buranın küçələrində gəzərkən həm Avropa, həm də Asiyanın nəfəsini hiss edirsən. Qaradənizin sahillərindən Rodop dağlarının zirvələrinə qədər uzanan bu diyar hər bir addımında səninlə bir sir bölüşür. Bəs Bolqarıstan nəyi ilə fərqlənir? Nələri ilə seçilir? Azərbaycandan ora necə getmək olar? Niyə getmək lazımdır? Getsək nələr görəcəyik? Xərcimiz nə qədər olacaq? Elə indi birlikdə öyrənəcəyik. 110.994 kvadrat kilometrlik əraziyə malik olan Bolqarıstan Avropanın ən kasıb ölkələrindən biridir. Buna baxmayaraq, təbiəti, zəngin tarixi və mədəniyyəti ilə hər il milyonlarla turisti cəlb edir. Şərqlə qərbin arasında yerləşən bu torpaqlarda əsrlər boyu bir çox dövlətlər hökmranlıq edib. Traklar, Slavyanlar, Bizans və Osmanlı imperiyası uzun illər ərzində Bolqarıstan ərazisində hakimiyyət qurmuşdular. Xüsusilə Osmanlının Bolqarıstan üzərindəki hakimiyyətinə toxunmaq lazımdır. Bu səbəbdən Bolqarıstanda minlərlə türk əsilli Bolqar vətəndaşı yetişməyə başladı və onlara Bolqarıstan türkü də deyilir. Daha əvvəlki tarixə nəzər salsaq, Hind-Avropa mənşəli traklar Bolqarıstan torpaqlarında yaşamış ilk böyük tayfalardan biri olublar. Onlar eramızdan əvvəl 400-cü illərdə Makedoniyalı İskəndərin bu torpaqları ələ keçirməsinə qədər burada yaşayıb, lakin İskəndərin hücumlarından xilas ola bilməmişdilər. Böyük tarixçi Herodotun dediyinə görə Hindulardan sonra dünyada ən çox saylı xalq traklar idi, lakin İskəndərin yürüyüşlərindən sonra onlar assimilyasiya olunaraq tarixdən silinmiş. Roma imperiyası içində itib getmişdilər. Hətta Trakiya adı da traktor tayfasının adından gəlməkdədir. 1800-cü illərin sonlarına doğru Osmanlı imperiyasının gücü xeyli zəifləmişdi və Bolqarıstan da daxil olmaqla Balkan ölkələri bu fürsətdən istifadə etdilər. Çar Rusiyasının da dəstəyi ilə Bolqarıstanda milli azadlıq hərəkatı alovlandı və nəticədə 1908-ci ildə tam müstəqil bir dövlətə çevrildi. Hətta 1-ci Dünya müharibəsi illərində Bolqarıstan Osmanlı dövləti ilə eyni cəbhədə mübarizə apardı. 2-ci Dünya müharibəsində isə Almaniya tərəfdə yer aldı, lakin hər iki müharibədən də məğlubiyyətlə çıxdı. 1980-ci illərdə isə Bolqarıstanda yaşayan türklərə qarşı həyata keçirilən zoraki bolqarlaşdırma siyasəti bütün dünyada ciddi narazılıq yaratdı. Orada yaşayan türklərdən kimliklərini, dinlərini, hətta adlarını dəyişmələri və ya ölkədən köçmələri tələb olunurdu. Beləcə, Bolqarıstan türkləri ya assimilyasiya ediləcəkdi, ya da ölkədən qovulacaqdılar. Türkiyənin o vaxtlar ora hərbi güc göndərməsi gözlənilmirdi və vəziyyəti diplomatik yollarla həll etməyə çalışırdı. Hətta həmin dövrün Türkiyə Xarici İşlər Naziri Bolqarıstanı insanlığa qarşı cinayət törətməkdə ittiham etmiş və Bolqarıstan dövlət başçısını Adolf Hitlerə bənzətmişdi. Nəticədə milyonlarla türk evlərini və iş yerlərini geridə qoyaraq Bolqarıstandan Türkiyəyə köç etməyə məcbur qaldılar. 1989-cu ildəki bu köçdən sonra Bolqarıstan ciddi bir iqtisadi böhrana sürükləndi və ölkədə həyat demək olar ki, tamamilə dayandı. Çünki oradakı iş sektorlarının əksəriyyətində türklər əsas rola malik idilər və zəhmətkeşlikləri ilə fərqlənirdilər. Bugün Bolqarıstandakı ümumi əhalinin çox az hissəsi Bolqarıstan türklərindən ibarətdir. 2007-ci ilə qədər böyük iqtisadi böhranlar yaşayan Bolqarıstan həmin il Avropa İttifaqına üzv qəbul olundu və yalnız bundan sonra iqtisadiyyatında müəyyən dirçəlmələr baş verdi. Bugün Bolqarıstan parlamentli demokratiya ilə idarə olunur və Avropa İttifaqına üzv ölkələr arasında bəlkə də ən kasıb dövlət olaraq qalır. Həm 1-ci, həm də 2-ci Dünya müharibəsində uduzan tərəfdə olmaları və türkləri məcburi köçə məcbur qoymaları Bolqarıstanı yoxsulluqdan qurtara bilmədi. Digər tərəfdən bugün paytaxt Sofiya Avropanın ən önəmli mədəniyyət şəhərlərindən biri hesab olunur. Fərqli millətlərdən olan bir çox tələbəni qəbul edən bu şəhərdə tarixi binalar və muzeylər getdikcə daha çox maraq doğurur. Məsələn, ora turistik məqsədlə getsəz, Sofiyanın 117 kilometr cənubunda möhtəşəm bir tarixi abidə sizi gözləyir. Bura UNESCO-nun qoruması altındakı Balkan yarımadasının ən böyük pravoslav monastırı olan Riladır və mütləq ziyarət etməyinizi tövsiyə edirəm. Bundan əlavə, Avropanın ən qədim cümə məscidi və Bolqarıstanın ən böyük tombul məscidi də mütləq ziyarət edilməlidir.
Monastırlar və məscidlər mövzusuna toxunmuşkən, Bolqarıstanın dini inancına da nəzər salaq. Əhalinin 90%-ni xristianlar təşkil edir. Onların arasında pravoslav məzhəbini qəbul edənlərin sayı isə xeyli çoxdur. Eynilə Rusiya, Serbiya, Makedoniya, Ukrayna və Yunanistan kimi. Bolqarıstan da pravoslav ölkəsidir. Xristianlıqdan sonra ən inanclı icma isə təbii ki, müsəlmanlardır. Müsəlmanların əksəriyyəti Bolqarıstan mənşəli olan pomaklar hesab olunur. Rəsmi dil Bolqar dilidir. Əlifbanın bir çox hərfi Yunan əlifbasından ilham alınaraq yaradılıb və bu baxımdan ilk yazıya alınmış dillərdən biridir. Ölkənin paytaxtı Sofiyanın isə bugünkü əhalisi təxminən 1,5 milyon nəfərdir. Bolqarıstanın ümumi əhalisinin təxminən 7 milyon nəfər olduğunu nəzərə alınsa, demək olar ki, əhalinin böyük bir hissəsi Sofiyada yaşayır. Elə ən çox turist də Sofiyaya gəlir. Şəhər mərkəzindəki binalar bir-birinə kifayət qədər yaxındır və piyada gəzilə biləcək məsafədə yerləşir. Paytaxt olmasına baxmayaraq, Sofiya o qədər də özünü göstərə bilən bir şəhər deyil. Ümumilikdə Sofiya deyəndə ağla qədim tikililəri və tarixi abidələri ilə dolu bir yer gəlir. Tarixi baxımdan gözəl bir atmosferə sahib olsa da, digər Avropa ölkələrinin paytaxtları ilə müqayisədə çox sadə görünür. Buna görə də Sofiyanın inkişaf etməmiş bir görüntüsü var. Şəhər mərkəzində çox sayda qeyri-qanuni taksi fəaliyyət göstərir. Siz taksi sanaraq minirsiniz, amma əslində onlar qanunsuz fəaliyyət göstərirlər. Taksimetr normaldan daha sürətli işləyir və birdən-birə nə baş verdiyinə təəccüblənirsiniz. Ona görə də hər gördüyünüz maşını taksi hesab edib minməyin. Həqiqi taksilərin şüşəsində qiymət cədvəli yazılır, amma pirat taksilərdə bu yoxdur. Bolqarıstandan şimalda Rumıniya, qərbdə Serbiya və Makedoniya, cənubda isə Türkiyə və Yunanistanla sərhədlənir. Bolqarıstanın şərq hissəsi isə Qara dəniz sahilinə açılır, yəni şərq tərəfi Qara dənizlə əhatə olunub deyə bilərik. Xüsusilə Balkan, Rodop və Rila dağları ölkənin relyefinin formalaşmasında böyük rol oynayıb. Osmanlıdan miras qalan ən önəmli şeylərdən biri təbii ki, türk yeməkləri olub. Məsələn, türk mətbəxində çoban salatı kimi tanınan, lakin Bolqar pendiri əlavə edilərək hazırlanan şapska salatı və ya pomidor yumurtaya bənzəyən mişmaş Bolqarıstanın məşhur yeməkləri sırasındadır. Kaşkaval adlı pendirləri var və bu pendiri bütün dünyaya ixrac edirlər. Bu arada Bolqarlar avro əvəzinə öz pul vahidləri olan levadan istifadə edirlər. Cari məzənniyə görə bir Bolqar levası Azərbaycan pulu ilə 99 qəpik edir. Minimum əmək haqqı isə 760 levadır. Təbii ki, bu məbləğə işləyənlərin sayı çox azdır. Maaşlar adətən minimum əmək haqqından 100-150 leva daha yüksək olur. Amma bu ölkədə ərzaq qiymətləri bizim pulumuzla müqayisədə həqiqətən çox bahadır. Bolqarıstanda orta səviyyəli bir mənzilin qiyməti isə təxminən 300-500 leva arasındadır. Məsələn, Sofiyada bir otaqlı mənzili 300 levadan aşağı tapmaq çox çətindir. Əgər bir dəfəlik yaşamaq üçün getmək istəyirsinizsə, Bolqarıstanda bir çox iş yerinin qəribə bir qaydası var. Tutaq ki, bir iş tapdınız və işləməyə başladınız. İlk ayınızı tamamladınız və maaş gözləyirsiniz. Ancaq sonra sizi pis bir sürpriz gözləyir. Çünki orada ilk ay maaş ödənilmir və pulunuz şirkətdə saxlanılır. Yəni şirkətlər sizi 2 ay işlətdikdən sonra maaş verməyə başlayır. Digər tərəfdən sizə maaşın 1000 levadır dedikdə bu məbləğ broto maaşı olur. Yəni ayın sonunda əlinizə 1000 leva keçmir. Buna görə də Bolqarıstanda işə girərkən həmişə net maaşınızı soruşmalısınız. Ölkədə orta iş saatı 8 saatdır və yemək fasiləsi bu 8 saata daxil edilmir. Yəni iş yerində sizi ən azı 8,5 saat saxlayırlar. Bunu da deməliyəm ki, Bolqarıstanda maaş hesabı açdığınızda banka sizdən ayda təxminən 3 leva xidmət haqqı, yəni komissiya tutur. Bu səbəbdən maaşınız az yatır. Buna görə də Bolqarıstandan dönərkən maaş hesabınızı mütləq bağlatdırın. Əks halda banklar hər ay hesabınızı minus vəziyyətinə salıb borclandırırlar. Bank məsələsinə gəlincə, Bolqarıstanda bank əməliyyatları həqiqətən çox vaxt aparır. Ölkənin əhalisinin əksəriyyəti yaşlılardan ibarətdir, çünki Bolqarıstan gəncləri ölkənin müxtəlif ölkələrinə köçürlər. Yaşlılar isə rəqəmsal bankçılığa çox uzaq olduqları üçün banklarda uzun növbələr yaradırlar və siz ən sadə əməliyyatlar üçün belə saatlarla gözləyirsiniz. Bəs Azərbaycandan Bolqarıstana necə getmək olar? Son olaraq buna nəzər salaq. Tələblər, təkliflər nədən ibarətdir? Azərbaycandan Bolqarıstana səyahət etmək istəyənlər üçün əsas marşrutlar hava yolu ilə həyata keçirilir.
Bakıdan Sofiyaya birbaşa uçuşlar mövcud deyil, lakin İstanbul, Buxarest və ya digər Avropa şəhərləri üzərindən tranzit uçuşlar mümkündür. Məsələn, Bakıdan İstanbul vasitəsilə Sofiyaya uçuşlar ən çox seçilən variantlardan biridir. Bilet qiymətləri mövsümə və alınma tarixinə görə dəyişir. Adətən 300-600 avro arasında xərciniz çıxacaq. Erkən rezervasiya və endirim kampaniyaları ilə daha münasib qiymətə bilet almaq mümkündür. Azərbaycan vətəndaşları Bolqarıstana səfər üçün viza almalıdırlar. Bolqarıstan Şengen ölkəsi olmasa da Şengen vizasını qəbul edir. Eyni zamanda Bolqarıstana məxsus milli viza da əldə etmək olar. Getsəniz, nəzərə alın ki, Bolqarıstanda əsas nəqliyyat vasitəsi avtobuslar, qatarlar və metrodur. Sofiya şəhərində ictimai nəqliyyat qiymətləri münasibdir. Bir marşrut bileti təxminən 1 avro təşkil edir. Taksi xidmətləri də mövcuddur, lakin qiymətlər dəyişkəndir. Qaldığınız yerin qiymətləri şəhərə və otelin ulduz dərəcəsinə görə dəyişir. Orada səviyyəli otellərdə bir gecəlik qalmaq üçün 40-70 avro arası büdcə planlaşdıra bilərsiniz. Bolqarıstana səfər planlayırsınızsa, həm təbiət gözəlliklərini, həm də tarixi abidələri ziyarət etməyi unutmayın. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.